Mən indi sözü bizim hörmətli həmkarımız, eyni zamanda Azərbaycan Arıçılar Assosiasiyasının mətbuat katibi Elvin bəyə vermək istəyirəm ki, assosiasiya barədə bizə bir məlumat versin. Biz həm də bir qarşılıqlı əlaqələrimizi bilək, arıçı olaraq ki, assosiasiyadan bizim necə bir faydalarımız toxunar. Çox sağ olun. Xoş gəlibsiniz. Hər kəsə təşəkkür edirəm bura toplaşmağınıza görə. Mən iştirak edə bilmirəm. Bakıda oluram əksərən. Yay vaxtıda deyəsən bir dənə martda son görüş olacaq. Həmişə istəyirdim ki, bu görüşlərdə iştirak edim. Assosiasiyanın idarə heyətinin üzvü olsam da Qərb arıçısıyam, Ağstafanı təmsil edirəm. Eşidə, xahiş edirəm. Deməli, son bir neçə illərdə assosiasiyanın fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar olurdu ki, niyə fəaliyyət göstərmir, niyə iş görmür? Əslində biz işlər görürdük, müəyyən işlər. Dövlət qurumlarından görüşlər keçirirdik, sizin bildiyiniz, bilmədiyiniz problemləri çatdırırdıq. Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya Nazirliyi, Sərhəd Xidməti, müxtəlif problemlər var. Hər arıçının fərqli problemi olur. Biz maksimum dərəcədə o təşkilatçılıq işlərini görürdük orada. Belə deyim, sizin orada hardasa səsiniz, söz deyəniniz olurduq və görüşlər, vaxt sərf edirdik, rayonlarda tədbirlər falan və bunların hamısı təmənnasız olurdu. İndən bugündən sonra da yenə də təmənnasız olacaq. Yəni bizim assosiasiyanın idarə heyətinin hər hansı bir maddi gözləntisi yoxdur. Sadəcə bəlli bir yerdən sonra bəzi işlər üçün maddi şeylər lazım olur. Bizim bir ofisimiz olmalıdır. Ofisdə sizin bütün gələn zənglərə cavab verəcək adamlar olmalıdır. Ən azı bir nəfər olmalıdır. Telefona cavab versin ki, filankəs arısı zəng vurub. Təsəvvür edin, bu təkcə bir kiçik bir tədbirdir. Bu tədbirdə 100-ə qədər adam var və hər kəsin də bir problemi var. Hər kəs bələdiyyə müəllimə zəng vurub, ya Elvinə tanıyır Elvini, filankəsə zəng vurub, problemini desə bizim başqa işə vaxtımız qalmaz. Bu sənədi hazırlamağa məktublardır, standart məktubdur Nazirliyə. Son bir həftədə 2-3 məktub hazırlanıb. Biri Qida Təhlükəsizliyi Agentliyinə, buradan Fariz müəllim idi deyəsən, qida məsələn, biz qida emalçıyıq, istehsalçıyıq, ilkin emal, onun şərtləri var. O şərtləri yerinə yetirmək istəyən adamları kim ki qeydiyyatda var, gəlib cərimə eləyirlər. Amma biz onlara, mən dəfələrlə dedim, bizi cərimə eləyiblər, Yaponiya bal göndərdi, kiçik bir partiya ixrac oldu, həmən gəlib cərimə elədi. Eləcə də İlqar müəllimi, digər bəyləri, hansı ki, bəli, kim irəli getmək istəyir, bir qeydiyyata düşür, kim bir mərkəz düzəltmək istəyir, o həmən gəlib yoxlayırlar, çünki əllərində var sənədçi, filan kəs var, gedək yoxlayaq. Hər bir qida mərkəzində, istehsal yerində nöqsan tapıla bilər. Zibil yeşiklərin qoyulmazlığından tutulmuş, nə bilim, hər şeydə nöqsan tapmaq olar. Amma onların bizim üçün bir şərtləri olmalıdır ki, hansı minimum şərtlər daxilində biz emal məsələsini, həmin o ilkin emal məsələsini düzəltsək, belə deyim, onlar bizi cərimə etməzlər. Bu şərtləri də biz rəsmi almalıyıq. Onların nümayəndəsi gəlib yazılı və o yazılıla biz göndərməliyik öz arıçılarımıza ki, əgər kimsə bal evi tikirsə, bunun bu şərtlər əsasında olmalıdır. Havalandırması var, girişdə xlorlu sahə, əl yumaq üçün yer, paltar dəyişmək üçün yer, bal süzüm yeri, sonra ambar hissəsi, çıxış, qapıların ölçüsü, bunların hamısı şərtdir. Divarın tutmuş hamısı şərtlərdir. Bu şərtlərin biz inkişaf eləmək istəyirik və o şərtləri də yerinə yetirəcəyik zamanla. Amma cərimədən sonra olmaması yaxşıdır. Yəni biz bilməliyik. Bu sadə bir işdir və biz bu işi görürük. Deyək ki, korporativlərin yaradılması bu bir məsələdir və bu kimi digər məsələlər. Bunlarla, məsələn, dünən sabaha biz Kənd Təsərrüfatı Nazirliyinə deyəsən ölkəyə gətirilən, xaricdən gətirilən texnikalar vergidən azad olunur. O gömrük rüsumu falan, elə bir fikir var. Sabaha biz o siyahını verməliyik. Yəni bu işlərin son bir həftədə görülən, yazılan məktublar, sorğular falan, deyək ki, assosiasiyanın üzvləri olacaq şəxslər ildə deyək ki, simvolik bir məbləğ ödədilər. 50 manatdan, Ağstafada nə qədər arıçı var? Məsələn, kiçik rayonun biridir, az arıçı olmağına görə. Orada 20 nəfər 1000 manat edir. Bu 1000 manat təkcə, deyək ki, bir otaq kirayə elədik, 2 otaq falan bir yer, məsələn, çox bahadır Bakıda. Onların qiyməti, telefon, qaz, işıq, su falan xərclər, bu
və bu xərclər zaten o işləri aşırmayacaq. Və belə deyim, bu 7-8 il ərzində assosiasiya müəyyən yenə o sadaladığım işlərlə bağlı dəstək olub. Və yığılacaq, məsələn, insanlar düşünür ki, bu pul yığılacaq, hara gedəcək? Bunların hamısının hesabatı olacaq. Mühasib olacaq, düzdür o darıcı dostlardan olacaq ki, ona da çox xərc düşməsin. Hər bir manatına kimi ilin sonunda da hesabat veriləcək ki, bu il deyək ki, 5000 pul yığılıb, deyək ki, ən böyük rayon, Balakən rayon darıcılığı, buradan 5000 yığılıb, bunun 2500-ü qalıb Balakən rayon Arıçılar Birliyində, yerli büdcədə. O adam da, o şəxs də hesabat verəcək, əks halda məhkəmə və polis var. Hər şey üçün, hər bir manat üçün belə. O da tədbir təşkil edəcək öz rayonlarında, xaricdən Türkiyədən, Rusiyadan bir arıçını gətirəcək, bir texnikanı gətirəcək, yaxud da Qəzənfər müəllim kimi bir istehsalçı ilə əlaqə quracaq ki, biz dəstək olaq, bunu gətirin, bu rayonun arıçılarına 20% endirimlə verin. Qəzənfər müəllimə də sərf eləyəcək ki, 12.000 yox, 6.000 ödəyəcək. Və orada 20% endirim eləyəndə Balakən arıçılarına sərf eləyir. Misal üçün, bu anlaşmalar. Buna görə, bu məsələyə görə rayon birliklərinin rəhbərlərini seçəndə, nəzarət təftişi seçəndə diqqətli olmaq lazım. Kimi seçək, kim bizim sözümüzü deyəcək, kim bizi müdafiə edəcək, kim haqlı adamdır, 5 manatın arxasına keçməmək. Zaten keçə bilməyəcək. O məhkəmə, yenə dedim, polis məsələsidir. Bu şərtlərlə yığılacaq hər hansı pul hesabatı olacaq. Bu hesabat bizdə məsələn o nəzarət təftişlə birdə 12 nəfər, 13 nəfərlik deyəsən, 3 nəfər də nəzarət təftişi var. Bizdə hər kəs öz fikrini deyə bilir. Hər kəs o məsələlərə görə məsələn nə qədər pul yığılsın söhbəti bir ayda müzakirə olunur. Sizdən əvvəl də biz onu müzakirə edirik ki, hər kəsə uyğun olsun, sərfəli olsun. Birinin 20 arısı var, deyəcək ki, mən 50 manat ödəyirəm. Birinin 200 arısı var, o da yenə deyəcək 50 manat ödəyirəm. Sabah yararlanmaq ehtimalları var ki, məsələn, deyək ki, biz şaxta arıçılıqla bir müqavilə imzalandı, onlardan şan aldıq, 17 manata satırsa 16.50-yə, misal üçün deyirəm də, 16.50-yə assosiasiyanın üzvlərinə. Bu halda deyəcək ki, 20 arısı olan, deyək ki, hərəsi 2 kiloqram, 40 kiloqram misal üçün alır, 200 arısı olan 200 kiloqram alır. Onun qazancı daha çox olacaq. Bax, bu şeylərə görə hər şey müzakirə olunur ki, sabah kimsə, insandır, ürəyinə gəlir ki, yeyintim olur, burada hansı maraqlar var. Mənim bildiyim, tanıdığım o idarə heyətinin üzvü hansı ki, bəziləri son 2 ildə əlavə olunub, elə də onlar daxil, onların heç birinin başqa əlavə niyyəti yoxdur. Bizim məqsədimiz ancaq arıçılara xidmət eləməkdir, sözün həqqi mənasında və 2 ildən bir də seçkili bir sistemdir, dəyişəcək. Kimdən kimsə narazı olacaq, rayon birliklərinə də aiddir, bu idarə heyətinin üzvlərinə də bu dəyişəcək. Belə, ümid edirəm, bu qarşıdakı 2 il yarım təxminən ilin sonunda bir seçki olacaq və ondan sonra 2 il müddət olacaq. Həmin bu 2 il yarım ərzində biz yaxşı işlər görəcəyik və sizlərin köməyi ilə o işi görəcəyik. Yəni, o 7-8 nəfər, 10 nəfərin nə böyük imkanı yoxdur maddi tərəfdən ki, bu işləri öz cibindən görsün. Zaten bəlli cibdən xərclənir, yenə dediyim kimi. Ancaq biz birlikdə iş görməliyik. Avropada, Amerikada, Qərb dünyasında inkişafın bir təməl səbəblərindən biri də odur ki, insanlar təşkilatlanır və bəlli miqdarda pulundan keçə bilir. Bunlar təkcə arıçılar deyil, müxtəlif sahələr üzrə. Təbiəti qorumaqdır, öz peşə sahələrinin hüquqları müdafiə olunmasıdır. Mən də ümid edirəm, həmin bu qarşıdakı 2 il ərzində sizlər də assosiasiya idarə heyətinə, o quruma, o rayon birliklərinə dəstək olacaqsınız və bunun xeyrini hamımız görəcəyik bir yerdə. Nə də sual olsa bu regionun nümayəndəsi olaraq mən cavablamağa hazıram. Hər hansı şübhəniz, sualınız varsa, nə vaxt olsa nömrəm bəlli, Facebookda, qruplarda varam. Sualı verərsiniz, mən cavablayaram. Sağ olun, sağ olun. Hörmətli Şahin müəllimə, həmkarımıza bizim ağsaqqal və eyni zamanda çox gənc arıçımızdır. Buyursun və bu yaxınlarda da bir mükafat alır. Salam, axşamınız xeyir, hörmətli dostlar. Sizi Şəmkirdə görmək, Şəmkir torpağında sizi salamlamaq mənim üçün daha xoşdur. Ona görə ki, siz arıçı qardaşlar yəqin
bir çoxları tanıyır. Mən sizin bu hörmətli gənc arıçılar ailəsinə yeni qoşulmuşam. 70 yaşlı gənc arıçıyam. Ona görə heç bir ildir təxminən mən arıçı sahəsinə qoşulmuşam və ona görə mən təşəkkür edirəm bu sahəyə mənə diqqət yetirdiklərinə görə. Hörmətli ağsaqqal Halal Kemal deyirəm. Kemal kişidir. Bal Kemal'ı tanıyırsınız. Mən də iki Kemal'ın dəstəyimlə gəlmişəm bura. Biri Halal Kemal deyirəm. Mən bugündən ona dedim Halal Kemal. Çünki halal arı halal adamı sevir. Bal Kemal'da da deyəndə ki, qoşulanda onların canlı efirinə və mən dedim 70 yaşlı gənc arısı Şəmkirdən siz salamlayır Şahin Şəmkirli. Çox sevindi, dedim tezliklə görüşərik. Həyat elə gətirdi ki 2026-cı il dekabr ayının 17-sində bir çoxları burada iştirak edib, müəllimə xanım da, arıçı bacımız da orada iştirak edirdi. Orada Talih müəllimlə Vüqar müəllimin yüksək səviyyədə keçirdiyi Qorsumlunun Çınar Şadlıq Sarayındakı hamımızın ürəyimiz oldu. Dekabrın 17-sində mənim üçün düşərli oldu ki, orada Vinyetoğlu şirkətinin rəhbəri Lətif kişi ilə, Ağsaqqal Lətif müəllimlə, Qurban Ağsaqqalımız Qurban müəllimlə və bizim arıçılıqda öz möhrünü vurmuş Xəyal Qarayevlə, eyni zamanda bizim çox hörmət bəslədiyimiz məşhur arıçımız Tovuzdandılar, Xəyal müəllim də bilirsiniz, Mübariz müəllimlə tanış olmağım və bir çoxlardan tanış olmağım mənə stimul verdi ki, bu arıçılığa dərindən nətər deyirlər, baş vurmaq lazımdır. Qısası, mən təbiət sevənəm. Həmişə ilkə imza atmışam. Allah Teala'dan arzum odur ki, həmişə həyatınızda ilk uğurlu addımlar olsun. Mən 17 yaşında Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan yeganə Azərbaycanlı jurnalistəm. 23 yaşında SSR Jurnalistlər İttifaqının üzvü olan, bax, yeganə jurnalist yenə Azərbaycandan mənəm. 75, 76, 77-ci illərdə, yəni mənim 17-18 yaşım olanda, 51-52 il bundan qabaq, yeganə yaradıcı, qəzetdə yaradıcılıq sahəsində çalışan jurnalist olmuşam. Və yeganə yenə Azərbaycanda, həmi tələbə ikən, həmi işləyən müddətdə Qızıl Qələm mükafatına təqdim olunan, bax bir elə budur görürsünüz, 2 dəfə Qızıl Qələmə təqdim olunan, tələbə ikən yeganə təqdim olunan Azərbaycanda yenə mən olmuşam. Və SSR Jurnalistlər İttifaqının qurultayına ən gənc yenə mən olmuşam. Rayon qəzetlərinin redaktorlar arasında yeganə 2007-ci ildə ili jurnalisti olan mən Şahin Şəmkirli olmuşam. Bunları mən, ona görə mən deməkdən xoşum gəlmir. Bunları ona görə demək istəyirəm ki, sözümün nəğzi var, mənası var. Mən 25-26 yanvar, 24-25 yanvar Bakıda keçirilən arıçıların, Azərbaycan arıçılarının beynəlxalq konferansında mən iştirak edə bilmədim, obyektiv və subyektiv səbəblər üzbəsindən. Amma davamı kimi ertəsi gün, növbəti gün 26 yanvarda isə Şəkidə Bal Kemal'ın və Şəki Arıçılar Birliyinin təşəbbüsü ilə elmi praktik konferans keçirdi. Şəmkirdən yeganə təmsilçi oradan mən idim. Mən Allah'ın hökmündən orada iştirak edirdim. Yeganə Şəmkirli də mən idim və 350 adamın suala cavab verə bilmədi elmi praktik konferansda. Həyat elə gətirdi ki, o suala Mərd Arıçılar Birliyinin sualına mən cavab verdim və mənə də ən baş mükafat olan belə bir simvolik arı yuvası mənə qismət oldu. Ən baş priz mən gətirəsi oldum. Şəmkirə deyək, Gəncədə yaşasam da Şəmkirliyəm. Və ona görə mən arıçılığa ilk addımı mənə atmağa vadar eləyən Kemal kişi, Hakim müəllim, Zirəddin müəllim Ağsaqqalımız və bizim hörmətli Qurban müəllimin xeyir duası oldu. Qurban müəllim də gələ bilmədiyini birisi qrupa da yazdı. Biz hər gün bir neçə dəfə danışırıq və mənə də dedi ki, mən gələ bilmirəm, qrupda olsa yazmışam və mənim bütün
təşəkkürümü, salamımı bütün arıçılara, Qərb Arıçılar Birliyinin bugünkü yığıncağına çatdırarsınız. Mən onu da şərəf duyuram ki, Ağsaqqalın sizin hamınızı salamlayır. O şərəfə nail oldum ki, onun salamını sizə çatdırıram. Mən bu günləri burada Şəmkir torpağında iştirak edirəm arıçıların yığıncağında ilk dəfə. Amma birinci dəfə yenə bayaq dediyim Göranboyun Borsumlu kəndə Çınar Şadlıq Sarayında keçirilən tədbirdə iştirak eləmişəm. Bizim hörmətli xanımla bir getmişdik. İkinci dəfə yanvar ayının 14'ünde bizim hörmətli arıçımız Rahman müəllimgilin keçirdiyi Gilavar kafesində keçirilən tədbirdə iştirak edirdim. Və üçüncü dəfə demək olar ki, bir Şəmkirdə iştirak edirəm. Ona görə də çox məmnunam Şəmkir torpağında sizləri bir daha salamlamaq, bütün qonaqlarımızı da, Şəmkirliləri də hamısını salamlayıram və hamınıza həyatınızda bal şirinliği arzulayıram. Həyatınız həmişə şirin olsun. Halallığı sevən bir işlə biz məşğuluq. Mən 55 il çalışmışam bu mətbuatda, 69 yaşıma 55 gün qalıb keçməyimə və mən işləyən vaxtı həmişə çalışmışam sağ ola işləyən, müdür də olanda, redaktör də olanda, sıravi jurnalist olanda. Ona görə çoxsu mənə Has Şahin deyirlər, sağ ol Şahin. Üzr istəyirəm, biraz erkədən qırağa çıxır. Karburatorum məni yandırmayıb, rüşbəti falanı. İndi bayaqdan qardaşımız da nə qədər cibimi, mikrofonu yerləşdirsin, tikilibdir cibim. O vaxtdan belə vərdiş eləyəcəm, cib tikilibdir. Yəni bizim atamız da biz zəhmətkeş olub, hamımızı elə tərbiyə eləyibdir, halallıq. Mən də bu yaşa çatmışam. Halal adama rast gəlmək həyatda çətindir. Çox nadir hallarda rast gəlirik. Amma arı milyon illərin elə bir varlığıdır ki, halallıqla yoğrulub mayası. Ona görə də mən bu yaşımın bəlli vaxtında 70 yaşa çatıram, halallığı arıda tapdığım üçün arı ilə dostluq edirəm, o cümlədə də halal arıçılarla. Arı halallığı sevdiği için birden 99%'i bu arıçıların da halal adamlardır. Çok şadam ki sizle görüşürəm, dostlarımın da sayı artır. Fürsətdən bir şeydə istifadə edib demək istəyirəm ki, məsələn, bizim arıçıların dəstəyinə çatar ki, arı təşəbbüs qalxıbdır məndən qabaq da, yəqin ki, assosiasiya tərəfindən bir arıçılıq jurnalı da nəşr olunsa, burada həmi reklamı da, balın satılması, arının alınıb satılması, arıçılıqda olan yeniliklər və mütəxəssis məsləhəti, bizim hörmətli arıçıların da deyəcəyi sözləri oradan öyrənə bilərik. Gələcəkdə yəqin ki, nəzər alarsınız və mənim bu təşəbbüsümdür, bilmirəm, başqaları deyibdir. Buna təkən vermək lazımdır. Yəqin o jurnal da açılsa, bizim ünsiyyətimiz Qərb TV-nin vasitəsindən daha canlı, daha yaxşı, daha effektli olar. Sağ olun. Sağ olun. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. Sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Değerli arıçılar, ben indi hörmətli Nemət Yahyayeva söz vermək istəyirəm. Rəhmət olmasa çağırın. Hər birinizin axşamı xeyir olsun. Xoş görüşmüşük. Hər birinizi görməkdən məmnunam. Çox təşəkkür edirəm təşkilatçı Fariz müəllimə bizi də dəvət elədiyinə görə bugünkü məclisə. Biz Uzalvet şirkəti olaraq Azərbaycanda həm baytarlıq sahəsində, həm arıçılıq sahəsində arıda istifadə olunan dərman preparatlarının, avadanlıqlarının ixalınla, satışınla məşğuluq. Eyni zamanda bir ildən artıqdır ki, arılar üçün qış yemlərinin istehsalına başlamışıq. Nevabi markası adı altında Azərbaycan arıçılıq bazarına təqdim eləmişik. Burada həm arı üçün keklər, fondon dediyimiz bir dünyada yeni formalaşan bir arı yemi və eyni zamanda hazır şərbətlər, invertləşdirilmiş şərbətlər, bunların istehsalına məşğuluq. Keklər bir neçə, təxmini 8-9 tərkibdə keklərdir. Ballı, çiçək tozlu, proteinli, timollu, Apimax'lı, Apilife'lı, bu vetonlu, bu çeşitli tərkibdə arı kekləridir. Fondon bir də qeyd elədiyim kimi fondondur. Bu yemlərlə bağlı, bu istehsalla bağlı, bu məhsullarla bağlı kimin nə sualı varsa buyursun, məmnuniyyətlə bacardığımız qədər
suallarımıza cavab verə bilərik. Buyurun. Ümumiyyət şərbətin litri neçəyə çıxır? Ümumiyyət şərbətin kiloyu 1 manat 60 qəpik. Neçə faizdir? 750 kilo, 1 tonluq çəndə 750 kilo şəkər olur, 250 kilo su olur. Bir də onun tərkibinə invertləşdirmək üçün enzim qoyulur. Xüsusi enzim qoyulur. Buyurun. Yaz ərəfəsində həmişə şəkər faizi az olsa yaxşı. Şərbət görüşəndə yazda şəkərin faizi ən uzağı bərabər olar. Ondan aşağı olmalı. Aşağı, o sizin istəyinizə bağlıdır. Əgər deyək ki, bizdən arıçılar istəyirlər 500 kilo 1 ton, onu biz o istəyinə uyğun eləyə bilirik. Amma standart təlimatda texnoloqun verdiyi təlimat bu şəkildədir. İndi onu nəyə görə əsaslandırıb onu deyə bilmərik. O sizin istəyinizdən asılıdır. Məsələn, siz desəz ki, bu nə qədər qatıqla o qədər qatıq göndərə bilirik, fərqi yoxdur. O da qiymətinə də təsir edir onun böyle. Nemət müəllim, Buyurun. siz Türkiyədən digər arıçılıq avadanlıqları da gətirirsiniz, satışınla məşğulsunuz. Bəli, bəli, təbii ki. Bizdə indi çıxışı olacaqda Elman müəllim Bank Respublikanın nümayəndəsidir. Yəni belə, o arıçılar, Qəzənfər müəllimə də ünvanlayıram. O kreditlə şərtlə, məsələn, bank köçürmələri yolu ilə sizdən hər hansı bir avadanlıqların alınmasında yəni müşkül varmı ki, bank köçürmə yolu ilə, bankla, kreditlə elə bir yollar varmı? Biz onu eləyə bilərik. Bizim üçün heç bir fərqi yoxdur. Yetər ki, bank maliyyə ayırsın. Yəni biz məhsulumuzu satıb pulumuzu bankdan alacağıq. Yəni rəsmi olaraq yəqin ki, Elman müəllim rəsmi satışa görə. Biz rəsmi sata bilirik, bəli. İstənilən fiziki Elşən müəllim bilir, fiziki şəxs olsun, hüquqi şəxs olsun, biz elektron qayma ilə sata bilirik. Yəni heç bir narahatçılıq yoxdur ondan bağlı. Biz onu rəsmi də, qeyri-rəsmi də veririk müştəriyə pulu. Sonra gedib özü ala bilər, sonra yoxlayanda o yerində olmalıdır. Məsələn, sizdə hansı şirkətlər, hansı bal maşınları? Hər formada, BNK istehsalı olan bütün məhsulların bal süzən 2 çərçivədən tutmuş 56 çərçivəyə qədər. Məsələn, deyə 3000 manatdan Var mı? Falan şirkət. Orada biz təyinat yazanda yazırıq ki, falan bal süzən maşını almalıdır. Bu təyinatlar hamısı. Heç bir narahatçılıq yoxdur. Yəni bizdə bal süzənlərin dediyim kimi 2 çərçivədən tutmuş 56 çərçivəyə qədər bal üzü alan dəzgahlar, krem bal istehsal edən avadanlıqlar, bunlar da 150 kiloyluq, 200 kiloyluq, 300 kiloyluq. Dəzgahlar haqqında bir məlumat verərsiniz. Hansı lazım? Bal üzü Necə? Bal üzü alan dəzgahlar 75 santlıq, 1 metralıq, bir də 1 metrə yarımlıq olur. Qiymətlərini valla mən əzbər bilmirəm. İndi Elşən sizə deyər onun qiymətlərini. Sizə nömrə verər, indi əzbərə qiymətləri bilmirəm. Elşən bilir deyərik sizə. Var, hamısı var. Kataloqda var, kataloqda verərlər sizə. Elektron kataloqda verərlər telefonunuza. Oradan baxarsınız. Orada hamısının qabağında kodları var. O kodu deyəndə oradan baxıb sizə qiymətini deyə bilirik. Sonra bal saxlandırma qazanları var. Məsələn, bal dinləndirmə qazanları deyirlər. 50 kiloyluq, 100 kiloyluq, 200 kiloyluq, 300 kiloyluq, 400 kiloyluq. Bal saxlamaq üçün qabağında belə krantlı olan, yəni balı qoysan balı saxlamaq üçün. İstədiyin anda oradan süzüb açıq süzə bilirsiniz. Sonra mum separatorları var. Mumu suda əridirsən, belə oradan biz sərgidə olan yoldaşlar gördülər. Sondan götürürsən bir dənə avadanlıq var, onun içində dönür, mumu sıxır, mumu saxlayır, cezəsini çıxardır. Eyni zamanda həmən avadanlıqda həm bal süzə bilərsən, həm krem bal da düzəldə bilərsən. Eyni qazanda, içləri dəyişir. Ayrıca krem bal qazanı da olur. Bəli, bəli olur, krem bal da olur. Krem bal qazanları bəli bizdə olur, bu yaxından elə bir neçəsini satmışıq. Neçə kiloyluq dolar? 200 kiloyluqdur mu? 150 kiloqramlıq, hə? 150 kiloqramlıq. 150 kiloqramın qiyməti bəllidir. Beyə bilərik, 3000 manatdır. Bəli, 3000 manatdır. Ona çünki çox satdıq bu keçən 2025-də, əzbər yadımdadır onun qiyməti. Bir neçə dənəsini satdığı üstün bu kadar.
Buyurun, kimin... Dərmanlar haqqında bizdə ilk öncə arıçılıq arada istifadə olunan baytarlıq preparatlarının Biraz sakit olalım, zəhmət olmasa. ilk öncə 3 dənə kimyəvi molekulalarını qeydiyyat elətdirmişdik. Bunlar nə idi? Flumetrin, amitraz tüstü, amitraz lenta. Flumetrin də lenta idi. Daha sonra yenə Əkin Premix deyilən bir türk şirkəti var. Onlar təbii vasitələrdir. O şirkət Azərbaycanda qeydiyyat elətdirdik. Orada vitaminlər var, orada protein var, Nosema üçün preparat var. Bir də eyni zamanda Varroa üçün tərkibi formik asid olan, bir də efir yağlarından ibarət olan o Varroet dediyimiz hər kəs bilir. O preparat var. Onu da Azərbaycanda rəsmi qeydiyyat elətdirdik. Yəni rəsmi olaraq gəlir, üstündə Azərbaycan dilində tərcüməsi var. İstehsalçı şirkətin ünvanı var, idxalçının ünvanı var. Bizim öz telefon nömrəmiz var, ünvanımız var. Yəni ki, kiminsə nəsə narahatçılığı olarsa, yəni oraya müraciət edə bilir ki, yəni bu preparatla bağlı hansısa bir narahatçılıq var. Yəni bizim də həmən preparat üçün, həmən seriya üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən uyğunluq sertifikatımız var. Yəni bildiyiniz kimi dərman Azərbaycana gələndə söhbət rəsmidən gedirsə, yəni biri var, kimsə torbasına 5 dənə, 3 dənə gətirir, öz arasında istifadə olunur. Yəni sərbəst devriyyə buraxılan dərmandan, gömrük bəyannaməsi verilən preparatdan söhbət gedirsə, mütləq şəkildə o Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına gedir. Yəni laboratoriyadan uyğunluq cavabı olmasa, onu heç cürəsiz kimsə onu satışa verə bilməz. Yəni onun gəlib uyğunluq sertifikatı 21 günə çıxır. 21 günə qədər 3 dəfə gəlir regional bölmədən onu sayırlar. Tökür sayırlar. Tutaq ki 5000 dənə gəlib. Hər korobkada 12 dənə olur. Sayın görək neçə korobka var burada. Vay halına ki onun üstündən bir dənəsini satasan. Batdın 5000 manat cəriməsi var. Yəni 5000 manat hazırdır. Ona görə də mütləq şəkildə onun uyğunluq sertifikatını almamış, onu satışa verə bilmir. Və yaxud da laboratoriyada kimsə müdaxilə edə bilmir. Çünki laboratoriyaya o preparatın kim göndərdiyi bilinmir. Yəni gördür, koddan gedir. Yəni cavabı da o koddan, yəni koddan bizim elektron kabinet hər bir şirkətin olduğu kimi bizim də elektron kabinetimiz, o elektron kabinetə uyğunluq sertifikatı gəlir. Və yaxud da Allah uzaq eləsin uyğunsuzluq gəlir. Uyğunsuzluq gələrsə, onu ya o məhsul yeri qayıtmalıdır, qaytara bilmirsənsə də o məhsul, məndə videolar var, olub ki, Qida Təhlükəsizliyi Agentliyi və pul ödədirlər ona, pulunu da gətirən şirkətə ödətdirirlər, onu utilizasiya edirlər. Xüsusi yerdə utilizasiya edirlər, ucarda bir yer var, dövlətin ərazisidir, orada utilizasiya edirlər, yəni məhv etməyə göndərilir. Sən onu əgər satışa buraxmış olsan, tutaq ki 5000 gətiribsən, onun 1000-ni satırsan, buna uyğunsuzluq sertifikatı gəlib, o 1000-i ərazidən yığdırırlar, 5000 manat cərimə eləyirlər, sondan yenə sənə o məhv etmə pulunu ödədirlər və məhsul da məhv elətdirirlər. Və yaxud da ki, deyir, qaytara bilirsən, göndər geri qayıtsın. Yəni geri göndərmək də ixtiyarın var. Uyğunluq sertifikatı deyəndə Qida Təhlükəsizliyi. Bəli. Kompleks Tədqiqatlar Laboratoriyasının uyğunluq sertifikatı verir. Bizdə var, işin istəsə göstərərsin. Kod standart verilir. Yox, kod standart dərmana vermir. Kod standart dərmana verə bilməz. Kod standart avadanlıqlara verirdi. Qalaqçının. Məndə deyir ki, sertifikatlar verəcək. Dərman üçün verə bilməz. Dərman laboratoriyaya girir. Laboratoriyada yoxlanma müddəti, sınaq müddəti. Allah'ın nümunə vardı bir laboratoriya kostan. Yəni ki, mən də sonra qidadan soruşdum, bir dənə o məcburi deyil. Yəni əsas qida təhlükəsizliyi özünün kağızı. Təbii ki, yəni o laboratoriyanın cavabıdır. Yəni xarici göndərmək üçün bağlı deyirsiniz yəqin ki, yoxsa? Yox, elə daxildə işləmir. Daxildə də onu da göndərsə, yəni dərman başqa yerdə analiz olunur, bal başqa yerdə, qida başqa yerdə analiz olunur. Kompleks tədqiqatlarda olunmur. Nə vaxt gələcək? Formik asidin də qarışqa turşusunda, bax mən sizə göstərə bilərəm. Mən sizə göndərdim də, etiketlərini də göndərdim. Bizim demək olar ki, məhsulumuz orada da hazırdır. Amma sadəcə olaraq Qida Təhlükəsizliyi Agentliyi onun icazəsini vermir. Niyə vermir? Səbəbini deyir ki, sən mənə hansısa bir elmi məqalə göstər ki, bu arıçılıqda təlimat göstər ki, bu arıçılıqda tutaq ki, arının Varroa xəstəliyində istifadə olunur. Varroa parazitlər mübarizəsində istifadə olunur. Deyir ki, mən də ona göstərə bilmirəm birinci. Göstərəndə də deyir ki, bu Varroa tutaq ki, burada olursa, bu yem premix dök.
Deyir, yem qatqı döy. Bu dezinfektatdır. Dezinfektat kimi də sən bunu Azərbaycanda qeydiyyata qoymalısan. Azərbaycanda da qeydiyyata qoymaq üçün onu istehsal edən şirkətin GMP sertifikatı olmalıdır. Yəni GMP sertifikatı olan şirkət də formik asid, oksalik asid istehsal eləmir. Yəni bu turşudur, kimyasal deyil. Bunun yəni qeydiyyatı bax bu problemi yaşayırıq. Bu problemi yaşayırıq. Yəni məndə var, mən sizə göstərəcəm indi. Yəni qida təhlükəsizliyinin bizə yazdığı şeyləri. Hadi indi biz də onun üstündə işləyirik ki, görə istehsalçı da deyir ki, mən bunu belə deyək də istehsal edeyim, amma bizim əlimizdə bir təlimat yoxdur. Onun üstündə fikir verirsinizmi? Təlimatda da yazmır ki, bu arıya nə qədər istifadə olunsun, nə formada istifadə olunsun. Buyur. Dünya bazarında formik asid tərkib çoxlu sayda preparatlar var. Var. Bu onlar üçün əsas sayılmır ki, onun əsas dərmanın, hansısa bir dərmanın tərkib hissəsində yazılır. O dünyada minlərlə istehsal olunan formik asid, oksalik asidin üstündə arının parazitlər mübarizəsində istifadə olma yazılmır. Hansında birində yazılırsa, siz onu mənə göndərin, mən aparım qida təhlükəsizliyinə deyim ki, bax bunda var. Niyə mənə icazə verin? Onun tərkibi onlar tək formik asid. Məsələn, şeyin içində formik asid var. Varoletin içində formik asid var. Amma varoletin içində formik asiddən başqa efir yağları da var. Onun təlimatında göstərir ki, bu arada hər çərçivə arasında 2 milli damızdır. 5 gündən bir 3 dəfə. Bazı müəllim daha yaxşı bilir, onu istifadə edir, çox istifadə edir. Amma bunda yazmır axı ki, dirək olaraq ki, bir arıya sən 1 qram istifadə elə, 2 qram istifadə elə, 3 qram istifadə elə. Sadəcə biz təcrübəyə əsasən istifadə edirik. Necə? Yox, hansısa bir preparatın üstündə siz istifadə elədiyiniz preparat biri varsa, onu mən sizdən çox xahiş edirəm. Onu mənə versəniz, biz də gətirərik onu. Biz onu malı hazırlatmışıq da orada. Etiketini də düzəldiblər. Etiketini Azərbaycan ilə çevirtirmişik. Üstündə arı üçün heç nə yoxdur. Bu da deyir ki, sən mənə göstər ki, bunun üstündə arı üçün bir şey var. Mən ona icazə verim. Niyə gəlmir zavod? Zavod onu arı üçün istehsal eləmir. Yəni bizim üçün istehsal edir. Biz deyirik, o deyir ki, bu tam olaraq deyir, xam maddədir. Bunun içində başqa bir şey yoxdur. Formik asidi aldım, doldurdum, ağzını bağladım, peçatladım, analiz elədim ki, bunun içində 85 manat formik asid var, al, mən verirəm sənə. Amma sən buna par nəyə istifadə elə? Dezinfeksiya üçün istifadə elə, nə bilim, nə üçün istifadə elə? Metalların üstünü sürt təmizlə, nə üçün istifadə edirsən elə günən. Amma deyir ki, burada yoxdur ki, elə bir şey ki, mən götürəm, tutaq ki, X bir şirkətdə bunun üstə yazıb ki, bu formik asid, məsələn, arıda filan xəstəlikdə istifadə olur da, məsələn, var o xəstəliklər. O çox gözəl olar da, biz tapa bilmirik onu. Çox məşğul oluq, tapa bilmirik onu. Olsun ingilis dilində, nə olasıdır ki, biz tərcümə eləyərik Azərbaycan dilində. Heç bir problem yoxdur. Çox gözəl olar onu. Bax, bizə dünən, ən son dünənki mübarizə, söhbətimiz dünən orada qaldı, birinci gün. Bu dedi ki, şey göndərin. Ümumiyyətcə, oksalik asidi ümumi yazmır ki, bax, Elşən, gəl oxu günan burada. Mən dünənlərimi göndəribdir. Almaniyadan gələn oksalik asidlər var, onlar üstündə yazmır. Bax, mənim, bax, yazıb göndəriblər. Bizim, bax, burada yazıblar. Oksalik asiddir, ümumiyyətcə, arada istifadə olunması çıxmır. Yazıb göndərdiyini deyirəm. Oksalik asid yem əlavələr siyahısında mövcud deyil, formik asid mövcuddur, lakin əsasən bal arılarının yem əlavələrində istifadə edilmir. Formik asid üçün məhsulun istifadə qaydalarını, həmçinin nə üçün istifadə olunduğunu dəqiq göstərən sənədlər təqdim edilsin. Dəqiq göstərən deyir, mənə elmi sənəd göstər. O da göstərə bilmirsən. Sən də onu deyir ki, Almaniyada da istehsal ola bilir, İngiltərədə də istehsal ola bilir. Sadəcə olaraq yenə deyirəm, onun arılar üstündə sizin arıçı yoldaşların təcrübəsi əsasında istifadə olunur o. Yəni, qardaşım biri istifadə edib... Buna bağlı çoxlu sayda elmi məqalə var. Amma var. Mən demirəm yoxdur. Təlimat yoxdur ki, orada yəni bunu rəsmi olaraq. Məndə bir dənə formik asid var Almaniyadan gələn. Var üstündə. Oksalik asid var. Mən indi onun üstünü... Çox gözəl. Bəlkə var orada. Hə, bax, çox yaxşı olar. Çünki biz axtardıq, bir 10-15 dənəsində yoxdur. Alman istehsalına baxıbsınız mı üstünə? Bilməm, Rəşadət axtardı, bir 10-15 dənəsini atdı, tərcümə elədi, tapa bilmədi. Nə yaxşı olar, çox gözəl olar. Var, indi Alman dilindədir. Hə, çox gözəl olar. Yəni, onlar dilində olsan fərqi yoxdur, tərcümə eləyəcək də onun problemi yoxdur. Çox yaxşı olar. Bəlkə də var orada arıcıq varsa, sizdə bir... Hə, yəni, çox gözəl olar. Yəni, məhsulu da hazırlatmışıq, məhsul da orada hazırdır.
etiketi hazırdır, qablaşması. Hə, bir dənə təlimat ki olsun ki, orada bunu sən onu dərman kimi qeydiyyat elətdirə bilərsən, turşu kimi Azərbaycanda, hansı dezinfektat kimi. Onu da yenə deyirəm, istehsal eləyən bir GMP standartı yoxdur. Məsələn, GMP standartı olan bir şirkət formik asid istehsal eləməz. Yəni kimyavi molekula istehsal eləyir, onun standartı yoxdur ona. Yəni o ki istehsal eləsin, onu ona doldursun, sağ versin, hansısa bir analiz sertifikatı versin. Onu ancaq yem qatqı istehsal eləyən bir firmalar onu eləyə bilərlər. Dərman döyadınla onda da şey vermir də, etiqal icazə məktubu vermir. Deyir, nəyə gətirirsən bunu? Mərmər cilalayacağım, ona da sənəd almaq lazım. İndi bu qida təhlükəsizliyi ona icazə vermir. İndi görək bu tərəflərini nətər eləyirik də. Nemət müəllim, indi sağ olsunlar, gəlir, formik istifadə edirik. Gətirirlər onu. O rəsmi gəlmir də, heç birini hamı bilir ki, onu rəsmi gətirmirlər də. Onu rəsmi bir karobkaya bir tıra atır, bir dəfə bir karobka keçirir, gələn dəfə 2 karobka, bir dəfə 5 litr, belə gətirirlər o. Vallahi turan nəvət gətirə bilər, bəlkə də mən deyəmmərəm, nə bilim, ola bilər. Vallahi gətirə bilər, mən gətirə bilmirəm, qardaş. O 5 ton gətirirsə, mən gətirə bilmirəm. Yəni, mən 120 dənə dərman qeydiyyat elətdirmişəm Azərbaycanda. Tutaq ki, 120 qeydiyyatın hər birinin 10.000 manat qeydiyyat vərəqəsinin pulu var. Mən risk ata bilmərəm onu. Yəni, onu riskə atıb, onu mən qaçaq matırın bölünü onu yığıb gətirə bilmərəm. Kimsə gətirə bilir, riskini ala bilir, eləsin. Burada nə var ki? Hə, yəni indi o görək mən istəyirdim ki, bu bunların qida təhlükəsizliyinin sənəd olsun. Çünki sabahsı gün gəlib onu hansısa bir dükanda, hansısa bir üzr istəyirəm mən. Hansısa bir baytarlıq aptekində qida təhlükəsizliyi agentliyinin əməkdaşı gəlib oradan onu müfəttiş götürəndə heç kim onu satan cavab verəməyəcək ona. Deyəcək ki, mən mərmər cilalayan məhsulu araya satıram. Ona cavab verəməyəcək, amma əlində sənəd olanda deyəcək ki, bəli, falan şirkətdən almışam, bax, bu da bunun sənədi, götürün, baxın. O problem burada. Təşəkkürlər müəllim, çox sağ olun. Siz sağ olun, mən təşəkkür edirəm, sağ olun, minnətdarım. Sağ olun. Dəyərli həmkarlar, mən artıq bu dəqiqələrdə istərdim ki, sözü hörmətli Elman müəllimə verim. Kənd təsərrüfatı sahibkarlığına kreditin verilməsi şərtləri barədə bizə məlumat versin. İnkişafdan danışırıq və inkişafın əsas hərəkət verici qüvvəsindən biri də maliyyə dəstəyidir və məncə çox yerinə düşər ki, Elman müəllim də bu barədə bizə informasiya versin. Xahiş edirəm, yerdən danışmayaq, dinləyək. Axşamınız xeyir olsun. Mən bir də hamıyı salamlayıram. Mən özüm arıçılıqla məşğulam, həm də paralel olaraq bankda işləyirəm. Bankda kənd təsərrüfatının inkişafı üçün, istehsal üçün 5%, 7%-li kreditlər var. Hansı ki, dövlət ayırır, elə bil banko kreditləri verir. İstehsala var, arıçılığa var. Məsələn, arı almaq istəyir, yenişik alışıdır, arı alışıdır, hər hansı avadanlıqlar almaq istəyir, bal süzən və yaxud başqa liboy avadanlıqlarda hamısına vermək olur. Sonra istehsal eləyən, məsələn, yenişik düzəldir, yenişik istehsal eləyir, hansısa stanok almaq istəyir, hamısını bunları 5%-dən vermək olur. İndi burada başqa rayonlardan yoldaşlar var. Biz Tovuzda işləyirik. Məsəl üçün, Goranbayda kimsə götürmək istəyir onu. Yönəldə bilərik bankdan əməkdaşlar. Nömrə verərik. Yəni, çox sərfəli kreditdir də, bu birisi kreditlər kimi. Onu sizin əsasınızda biz banka müraciət edə bilərik, ya da arıçılar birliyində? Yox, şəxsi, bax, mən nömrə verərəm, vizitka verərəm hamıya. Siz hansı rayonda yaşayırsınız, düzdürmü? O rayonun əməkdaşından sizi calaşdıraram, bankda işləyən əməkdaşından. Gələr, yazar, götürür. Yəni, çox sadə, hasan. Bank Respublika elə bil ən çox bu sahibkarlıq kreditlərini bizim bank verir. Çünki buna addel Bank Respublika. Çünki buna addel işçilər ayrılıblar. Baş ofisdə bir komanda var, sürətli şəkildə işləyirlər. 70 yaşdan yuxarı kredit verirlər. 70 yaşdan yuxarı ailə üzvünün adına verirsən də. Məsəl üçün, evdə
oğlum var, gəlim var, yoldaşım var, kimin adına vermək olur. Elman müəllim, bu kreditlər üçün indi arıçılar, fermerlər, sahibkarlar üçün hansı şərtlər tələb olunur? Biz məsələn sizə başvurmaq üçün hansı sənədlərlə gəlməliyik, hansı təkliflərlə gəlməliyik ki, bank onu onaylasın da şey eləsinlər? Bax, arıçılıqda arı, məsələn, saxladığın yer haradadır? Evdə saxlayırsan, düzdür? Evin sənədi var, yəni vermək olur. sənədi lazımdır, eləmir? Girov zad lazımdır, yox. O summasından asılıdır. Məsələn, 50.000 manat götürmək istəyirsən, 50.000 manata yenə zaminlə də vermək olur. Girov da, məsələn, zaminin yoxdur, girov qoyursan. Amma məsəl üçün biz ideya olaraq tutalım arıçılıq üçün minimum hədd nə qədərdir, maksimum hədd nə qədərdir və il nə qədərdir? Sırf bir il 3 ilə qədərdir, 4 ilə qədərdir. Böyük kreditdə 50.000-dən yuxarı 4 ildir, 50.000-ə qədər 3 ilə qədərdir. Period vermək olur, məsəl üçün 1 il period vermək olur. Götürdün mü 10.000 manat, 1 il ayda 42 manat ödəyirsən. 1 ildən sonra istəsən onu qaytara da bilərsən, qaytarıb təzədən yenə götürə bilərsən. Yenə təzə... Bu sahibkarlığa kömək... Bəli. Azərbaycan Biznes İnkişaf, bir də AKİAD, Azərbaycan... Bu 7%-dəndir, o 5%-dəndir. Bir də 12%-dən var. Yeşile bilmelisin ama biraz saçma orada sahip danışır. Biraz bugün ne değil onda? Yəni onda auditoriya söhbətini qutarsın, çıxışçı onu gözləyər. Yəni siz bilirsiniz. Mikrofonu verəsən, mikrofon. Yox. Buyurun, kimin sualı var? Tək arıçılığa deyilsə digər. Arıçılığa da, bağçılığa da, bütün eyvandarlığa da, hamısına var. Limitlər AKİ açılıb 12%-dir. İndi bu ay sonuna o birisi açılmalıdır, 5%. 5%? 7%-də açılıb ancaq bu dəqiqə. Hardasa bir həftədə açılıb da. Elman müəllim, şəkilləri bax, üzməyə getsə, o açıq Hə, həlbə. Bəli. Sual verir. Bu bildiyiniz kimi bu axır vaxtlar bu Qida Təhlükəsizliyi Agentliyi bu balın süzülməsinin üzərinə düşür. Balı məsələn süzüm sexləri tələb edir. Yəni bu bankınız deyim ki, ərazi göstərir, burada bir süzüm sexi tikib. İcazə verin də. Buyurun danışın. Sex tikməyə, soyuducu tikməyə bunlara? Burada bal süzümünü edin. Qablaşdırın bu qabları. Bununla bağlı bank yəni həmən bu sahibkara görə kredit verir mi kənd təsərrüfatına görə? Yoxsa bu sex tikilməsi üçün? Bəli, verir. Məsəl üçün heyvandarlıq da məşğulsan. Deyək ki, 10 inək saxlayırsan, düzdür mü? Əlavə 10 dənə də inək saxlamaq istəyən damın yoxdur. Orada həm damın tikilişinə, həm də alışına yenə təyinat verir, kredit vermək olur. Sonra, məsəl üçün, gəlir, fond gəlir, dövlət gəlir, yoxlayır ki, görün bu təyinat varmı, yoxsa yoxmu? Sonra gəlib yoxlayanda onlar çıxmalıdır da, tikməlisən. Daha dam tikməyi adından alıb, ev tikməməlisən də belə. Sənədi tələb olunur bankda. Nəsə... Toğlanız adlı sənədi tələb olunur bankda. Bəli, tələb olunur. 10.000-ə qədər kobiya var. 10.000-ə qədər kobiya müraciət edirsən. Məsəl üçün, deyək, dağ kəndidir, sənət yoxdur, evin çıxarışı yoxdur. Evin çıxarışı olanda orada tövlə qeyd olunur ki, həyətdə tövlə var, filan var, fəsmən var. 10.000-ə qədər o kobiya gedir, ora baxır, o bizə arayış göndərir. Arayışda ölçüləri damın deyil, məsəl üçün 5 metrin 10 metrə 50 kvadrat damı var. Biz də onun əsasında 10.000 manata qədər verə bilirik. Arıçılıq ən asanıdır. Çünki arıçılıqda məsələn pay torpağın var, o sənəddən də vermək olur. Çünki sən arıçılıq köçəridir, pay torpağında da aparıb baxa bilərsən, hər yerdə baxa bilərsən. Ev sənədindən də verilir də məsələn. Bəli, arıçılıqda verilir. Onlar belə mənfaat verir. Buyurun mən. Mən müraciət edirəm. Aha. 3% komisyon. Mən onlara daşımadım, oraya götürmədim. 3% axı çoxdur. Bu güzəş var, 5% da dövlət verirsə, dövlət verir də bu qalan faiz. 3% komisyon bu haqsızlıq daxır. Siz nə qədər sunmaq istəyirsiniz? Nə qədər götürmək istəyirəm.
Gəlin biz 1% komissiyadan veririk. Bəli. Hətta girov qoysaz komissiyasız da vermiyor. Tabii girovsuz olsa da verir. Veririk, zamin qoy veririk. Girovsuz var. Buyurma. Qalalar mən götürmüşəm, belə bir şey var idi. Məsələn, 3 il müddətinə götürürdüm. Birinci ili ödədim. Bəli. O yenə Var. 12 ay güzəş verir. Məsələn 10 min götürdün, 12 ay 42 manat ödəyirsən. Sonra da istəsən bağla, istəsən 24 ay ödə ginən. Məsəl üçün mənim 150 kvadrat problem var. Aha. Heyvanım var. Aha. Amma səhv yoxdur. Aha. Sənədli yoxdur. Aha. Yəni qeyri-rəsmi qayıqda var, hətta. Aydın. Aha. Ona kobiya var. Onlar arayış verir. Gəlir baxır, deyir damı var bu qədər. Hə, var ona 10 min manata qədər vermiyor. Bəli. 10 mindən yuxarı vermiyor olmur. O arayışdır. Ancaq Akçe krediti vermiyor 15 min. Bu kreditlərdən vermiyor. Bu 5 faizli kreditlər var. ABİF krediti gedir o. Azərbaycan Biznes İnkişaf Fonu. Bir də Akçe kreditlər var. Bu 7 faizli 12. Bəli. Ayrı-ayrı təşkilatlardır. Sifi elədilər ABİF. Qabaqcalı sahibkar İnkişaf Fondu. Bəli. Bəli, yox, ABİF-dir. Açılmalıdır. İndi ola bilər 5 gün açılar, 10 gün açılar. Mənim vizitkam var, verərəm hamıya. Elman mən istərdim ki, bir nömrənizi elan eləyək buradan. Eyni zamanda da sizin təşkilatın o adını mənə dəqiq yazın, mən burada xəbərə qoyum, xəbərin şeydir. Bank Respublika. Açı, elə mi? Ha. Familiyanızı Kərimov Elman İlhamov. Yox, nətərdir o? 10 mindir. Bax, onu sıfırdan da vermiyor. Məsələn, heç işin yoxdur. Deyək, keçən olub 10 dənə arın, düzdürmü? Deyək ki, indi qırılıb. Yoxdur arın. Ona da vermiyor. O ailə gəlirləri hamısı hesablanır. Harada işləyirsən, ustam işləyirsən, hamısı. O gəlirlərin hesablanır. Ailə xərci çıxırsa, o kredit düşürsə, orada arı olsun, verək, belə bir söhbət yoxdur. Yəni veririk, ancaq arı, biz krediti verəndən sonra arı olsun orada. O arını al yine. Arı almaq üçün nə qədər 10 yeşik arı almaq üçün, bax, deyək ki, 300 manatdan arı alırsan, düzdürmü? 100 manatdan yeşik alırsan, düzdürmü? Biri 400 manata gəldi. Bunun mumudur, ramkasıdır, əlavə xərcləridir. Təxmini, təxmini 20 arıya, 20 arı alış üçün bir 10 min manat vermiyor. Təşəkkür müəllim şəxsən biz gələcək. Yəni kim də istəsə, indi biz Tovuzda işləyirik. Məsəl üçün Gəncəyə Gəncə filialı baxır. Əməkdaşlarla calayaram mən. Qazağa Tovuz mu baxır? Yox, Qazağa Qazaq. Bəli. Təşəkkür edirik. Çox sağ olun. Sağ oldu, sağ olun. Şamilin vaxtında işləyirsən konkret. Yox. Əsgərovdan sonra gəlsə, Şamil Əsgərovdan sonra gəlsə. Oldu mən. Çox sağ olun. Mən nömrəni burada. Dəyərli həmkarlar, artıq yığıncağımızın sonuna yaxınlaşmışıq. Mən indi çox aktual bir mövzu ilə bağlı çox dəyərli həmkarımız Füzuli Verdiyevə söz verəcəm. Qışlama zamanı müxtəlif qəfəslərin fərqi və hazırki gənc arıçılar
fevral ayında cari arılara fevral ayında bu müddətdə cari qulluq barədə istərdim ki, hörmətli Füzuli müəllim, Xəyal Qarayev müəllim, Duet eləyirik. hər ikisi bir yerdə bir məlumat versinlər və tədbiri də qübrə keçirir. Tədbiri də yekunlaşdıraq bununla belə. Xəyal müəllim sağ olsun, bu xımara qəfəsi deyək də, onu ideyanı yəni irəli sürdü. Bu illərdə arıxanaların qışlamadan sağ çıxmağının səbəbi də o qəfəslər oldu. Biz bilirik ki, bayaq bu solda bir sual verdilər ki, arı xəstəlikləri Respublikada baş alıb gedir, ondan danışırılmır, başqa şeylərdən danışılır. Hər şeyin vaxtı var, çıxışın vaxtı var idi. Bu qəfəs bizə nəyə lazımdır? Deməli, bütün Respublikada arıxanaların hamısı %100 cənəyə yoluxubdur və tropidə bir tərəfdən başımızın üstünə alıb. Bu qəfəsin hesabına balasız dönəm yaradıldı və balasız dönəm yaradılandan sonra dərmanlama ilə bu cənəyin qarşısı alındı. Sonradan bir məsələ ortaya çıxdı ki, qış ayında, deyək ki, avqust ayında anaları açdıq, buraxdıq, cənə dərmanladıq, bundan qutarmır. Sonradan yenə də cənənin inkişaf fazası başlayır, özünü necə deyim, yaşatmaq üçün gündəmə gəldi qış qəfəslənməsi. Cənə tək arını məhv eləmir, o viruslar salır və bu illərdə, məsəl üçün, Naxçıvanda eşitdiyimə görə harasa bir 10% arı qalıbdır. Naxçıvanda ümumiyyətlə bu viruslar arıxanaları məhv elədi, getdi. Böyük arıxanaları da söndürdü, kiçik arıxanaları da söndürdü. Orada təcrübə, nə bilim, illərlə arı saxlamaq heç bir rol oynamadı. Yenişdən arılar yoxa çıxdı. Bu qış qəfəslənməsində biz deməli, bu günləri həmin o qəfəslənmənin nəticəsindən danışmaq istəyirik. Xəyal müəllim də %100 arıxanasını qış qəfəslənməsi elədi, mən də qəfəslənmə elədim. Ola bilsin ki, hardasa da Tovuzda Xəyal müəllim başqa bir, necə deyim, yöntəmdən istifadə elədim. Mən başqa bir yöntəmdən, mən bir şey gördüm, bilmirəm, Xəyal müəllim, sizdə də oldu mu? Qəfəsin, deməli, qəfəsin qoyanda, biz ananı qəfəsə salanda, balalı möhürlü ramkalar var idi. Möhürlü ramkaların tən ortasına qəfəsləri qoyduq və həmin möhürlü ramkalar çıxandan sonra, bala çıxandan sonra o ramkalar yığışdırılırdı, böyrünə ballı ramkalar qoyduq, dolu ballı ramkalar qoyduq. Məsəl üçün, mənim arıxanamda o ballı ramkalarda bu illəri sərfiyyat artıq oldu. İndi sizdə bilmirəm, oldu, olmadı, yəni siz də deyərdiniz, yəni siz öz praktikanızı. Bizdə nətər oldu? 4 dənə arı izolyatora saldı. Açığı məhsul vaxtı salırdım, amma qış izolyatorunu demişdim, yoxlayacağım da, risk eləmirdim. Hə, qış izolyatorunu az saldınız. İndiyə qədər eləməmişdim. 4 dənəsini saldım. Haradasa 6 ramkalıq, 5 ramkalıq, birini də 3 ramkalıq saldım yoxlamaq üçün. Birinci ramkanı qoydum, ikinci ilə birinin arasında izolyatoru qoydum. Heç bir sağına soluna ballı ramka qoymadım, özünün içində bal normal idi. Hərəsinin qabağında biraz təxmini bir belə payızda bu soyuq vaxtı, oktyabrın axırı idi. Yumurta var idi, ağzı bağlı. İzolyatoru saldım. Hardasa bir həftə olar açıb buraxmışam. Demək olar ki, 3 ay izolyatorda durdu. Yəni, raskod 0. Mən deyərdim ki, 1 kilo bal işlədib ya işlətməyib arı. Ümumiyyətcə, yəni, amma bir şey də deyim, qəti çəkinməyin. 3 ramkalıq, 4 ramkalıq arı, hamısını salın izolyatora. Qəti qorxmayın. Daha gözəl, zəif arılar daha gözəl. Bir həftə də açıq buraxmışam ki, sıraxa günləri açdım vaxtım istidə. Ana belə ürəyincə yumurta sənir, lazım olan qaydada. Super formada, bax, 2 dənə ramkada bir belə təzə buraxılan ana yuva sərdir. Həmin o 4 ramkalıqda, 5 ramkalıqda. Yəni, qışda becərilən arı bizə lazım deyil, mən elə başa düşüyorum. Çünki arının gücü də azalmayıbdır, həmin qaydada durub. İndi mənə çox maraqlı gəldi, müəllim, siz dediniz ki, izolyatorun sağını, solunu, ballı ramkaları yiyib yoxdur. Bəli. Nəyə işlənir bu, mənə maraqlıdır. Bizdə 0, raskod 0. Mən onu, deməli, Xəyal müəllim araşdırdım. Deməli, belə deyək də, burada izolyatordur. Burada 2 dənə
bağlı ramka buradadır. Bu izolyatordur. 2 dənə bağlı ramka deyək, burada lap bir dənə. Bu formadadır. Burada deməli yenişiyin bu qabaq tərəfidir. Biz izolyatorun o qapısı açılan tərəfi buradan qoymuşuq və burada yenişikdən harasa bu istiqamətdədir, belə qeyək. Yenişikdən aralıdır, burada kulub. Arı burada kulubu belə yaradıb da. Mən onu belə özüm üçün izah elədim ki, qəfəs düz kulubun nüvəsindədir. Adətən də balı olmayan dönəmdə kulubun nüvəsində 20 dərəcə temperatur yaradır. Və bu aralı düşməyinə görə, bu qəfəs kulubu böldüyünə görə daim burada istilik yaratmaq üçün baldan istifadə edib. Mən onun izahını bir onda gördüm, ayrı bir şey də yox. Siz müşahidə edirsiniz, adətən ola bilsin öz kluba uyğun balın yerini dəyişibdir. Bəlkə balı başqa yerə çəkibdirlər. Yox, raskoda gedir, raskoda gedir. Kluba girməmiş salıb da hər halda. Yox. Çünki bir üzr istəyirəm, bunu Rəşad mənə dedi, mən bu məsələni bilmirdim. Arılar kulub ətrafında yuva hissədiklər var da, deyib qarnı. O boş olmalıdır ki, istiliyi bir-birinə paylaşsınlar rahat. Yəni ona görə də bütöv dolu ramkaların dışlanması, qoyulması düzgün sayılmır. Ən az altında az da olsa boşluq olur. Deməli, Elvin bəy, başda yarıya qədər kəmər olub, əyaqda da üstü açıq bal və yaxud da boş belə ramka olubdur. O yaradılıbdır. Sadəcə bu qəfəsin sağında və solunda, yəni mən %100 hamısını salmışdım qışı. Keçən illər çünki bir hardasa da ona yaxın arını qəfəsə salmışdım. Keçən illəri düzünü desəm fikir verməmişdim ki, yem rasxod eləyir, heç yadımda da deyil. Amma bu illəri %100 hamısını saldığım üçün hamısında ana buraxanda kontrol etdim. Xəyal müəllimi elə bir yerə dəvətləmədim. Dedim, yəni bəlkə bizim əraziyə görədir, ərazi temperaturuna görədir, ola bilsin nəyə görəsə. Yəni mən onu neçə gün belə fikirləşdim, araşdırdım ki, burada nüvə məsələsidir. Qəfəsin ətrafında çox istifadə edib, belə görürəm. Bəli, Həsən. Sırf ananın ətrafında o yer olsun deyə o mənada. O ananı açıq halda olanda orada elə bir rasxod getmir. Əgər bala yetişdirmək yoxsa da. Ananın bala qoyması üçün yer boşalda bilərlər və yaxud Mən ikinci ramkada eləmişim. Bax, divdə bir dənə öz güləmli ballı ramkası olub. Hansı ki, zəif arı. 3 ramkada olan arımı, 4 ramkada olan arımı. İkinci izolyatordur, sonra yenə ballı ramkadır, bal dənə təridir. Mən ananı izolyatora salanda ramkanın qabaq hissəsində bir belə yerində süfrə olub, ağzı bağlı. Sıxmışdı öz ananı. Mən heç nə müdaxilə eləmədim, ballı ramka qoyumuna ayırım. Promo izolyatora saldım ikinci yerdə, bax bu formada, qıraqlarında da süfrələr. Amma bir şey elədim. Bunu izolyatora salandan sonra qıraqdakı ramkaları çıxartdım, ağzı bağlı ballı ramka var idi. Oktyabrın əvvəli idi. Bir dənəsinin üstünü açdım tam. Bərüzdəm, bu ara kəsmədən sonra, dəsmaldan sonra qoydum. 2 günə daşıdılar, hamısını apardılar o tərəfə. Mənim qış şeyim olubdur, tədbirim. İndi açdım, inanın ki, bax, arının kulubu buradaydı yenə də. Bir həftə bundan qabaq, hələ də bunun baş tərəfinə yuxarı qalmamışdı ramkanın. Yeməmişdilər, həmin buradakı 5 sant, 6 santı zolaq dururdu. Bu qabaq hissəsindəcə biraz görürdün ki, təmizləmə aparıblar, buranı gülə döndəriblər, o bala olan yeri. Ora yumurtamağa hazırlayıblar. Amma çiçək tozu gəlmişdi. Bax, bu 3-4 günün içində ətrafına təzə çiçək tozları yığmışdılar. Ananı da açdım, özüm gözümlə görmək üçün, görüm ana nə formadadır. Açdım, səliqəli əlimdə, bizim izolyator elədir ki, mütləq özüm görməliyəm. Açdım, çox gözəl, heç bir zədə, heç nə, çox normal yeriyir. Yeşiyə buraxdım, izolyatorda götürüm, bitişdirdim. Bunları da bitişdirdim, bir-birinə sıxlaşdırdım. Haddasa 4 gündən sonra açdım ki, əməlli yumurta sərtana. İzolyatorda nəyə görə yer qəfəsi yaxınlaşır?
Oktyabrın axırı saldım izolyatora. Oktyabrın axırı. Qışda yetişən bala bizə lazım deyil. Arını dala salır. Arı yalandan işləyir ona. Qışda çıxan balalar bizə lazım deyil. Həmin sistemi yaratdıq. 3 ay arım izolyator oldu. Amma bir şey deyil. Mən onu buraxdım. Fevralın 11-i idimi, 12'si buraxdım elə bil. Yaxşı olardı ki, fevralın 1-ində buraxardım. Məsəl üçün yanvarın 29-28-i ərəfələri buraxardım. Xəyal müəllim, bu gün hava belə keçir də. Məsəl üçün ola bilsin ki, yoldaşlar biraz ola bilsin ki, hava fevral ayında belə keçməzdi, soyuq keçərdi. Ona görə hələn biraz da gec buraxardıq yəqin ki. Sizlə qənaətə gəldim. Mən elə bir qənaətə gəldim ki, oktyabrda salmışdım, oktyabr axı. Noyabr, dekabr, yanvar. Bu 3 ay izolyator üçün, qış izolyator üçün tam yetərlidir. Yanvarın 25-dən sonra iqlim şəraiti imkan verən kimi ananası buraxmaq lazım. Bu vaxtda bizim ağzı bağlı süfrələrimiz olmalıdır. Çünki birinci nəsil tez çıxmalıdır ki, yəni lazım olacaq. Amma mən məsəl üçün 4 dənə arını saldım, risk eləmədim. Dedim, mən özüm təcrübədən keçirməmiş salmaram. İndi deyirəm, keşkə hamısını salardım. Xəyal, sizin işlədiyiniz arılar, sortu nədir? İtalyandır. Bu dəqiqə saldıqlarım İtalyan, bir də baxma. İndi bir dənə də mən bizə üzr istəyirəm. Bəli. Yo, 1-0, 2-0. İzolyatora salınma. Heç bir, 4 dənə arı salmışdım, 4'ü də super vəziyyətdə. Efendim siz yani cins analar hakkında söylüyorsunuz, doğru mu? Bəli, onun fərqi yoxdur. Yok, ben arı izolyatora salmamışım. Yani noyabrın ortalarından sonra kurtarıcısını yanvarın 20'sinden de 15'inden Zəhmət olmasa səssizlik eləyin, bax. Gündəlik verilən suallardır. Dekabrda, yanvarda yoxlayıbsınız? Hə, Xaşbulaqda da. Yok, Xaşbulaq. Siz onu dekabrda, yanvarda yoxlayıbsınızmı ki onun yumurtası yoxdur? O məlum olmayan bir şeydir lanlar ya. Amma mən bilirəm, burada nəyə qazanırıq? Ən çox da nəyə qazanırıq? Yenə də qışda xəstəlikdən canımız qurtarır və gənə 0. Gənə inkişaf ediləmir qardaş qışda. Balasız devrildi, bir dəfə dərman vurmuşam. Bir dəfə bararet vurdum, söhbət tutar. Hamı qəfəs istifadə edəcəyə baladır. Yəni, başqa yolunuz yoxdur. Qəfəs turşular. Buyur. Deməli, bu illəri müəllimlərin sözünə qüvvət. Mən də arxanamın yarısını izolyatora saldım. Noyabrın əvvəl izolyatora saldım. 4 gündür anaları buraxmışam. 4 gündür. İzolyatora saldığım analarla, salmadığım, yəni arılarla salmadığım arasında əməlli fərq var. Birincisi, izolyatora saldığım arıların yem sərfiyyatı müəllimlər demiş çox azdır, digərlərin yem sərfiyyatı həddən artıq çoxdur. İkincisi, güləm ehtiyatı, güləm bazası. Hansı analar ki, izolyatordaydı, onların ramkalarında yəni yetəcək qədər, yazdakı qədər çiçək tozu depolayıblar, güləm depolayıblar. Fındıqdan gətirib depolayıblar. Üçüncü bir məsələ, digər arıların hər biri bir ramkada bu günləri baxmışam, bu boyda rasbolotları var, digər yeşiklərdə. Amma analarını 4 gün cəmi bıraxdığım analar bir ramkanı eyni boyda yumurta atıp ikinci ramkaya başlayıblar. Mən 2 ramkanı bir dəfə yumurta, o zəyi var. İkinciyə keçiblər. 2 ramkada bax, bir belə genişli, əməllisə, deyirsən ki, yazdır. Yəni 4-cü gün idi bıraxdığım, bu gün baxdım ki, bir ramkanı yumurta ilə doldurup ikinci ramkaya başlayıb fevralın axırına o arılar çıxanlar birinci nəsil gəlir. Qoşun azalmır. Olmayanda qoşunun azalmır. Müəllim düz deyir, Azad müəllim. İzolyatorda olan arıların qoşun azalmıyor. Amma izolyatorda olmayan anaların, yəni arıların qoşunda azalma var. Əməlli şəkildə azalma var. Ona görə
müəllimlər çox doğru söylürlər. Yəni mən də Allahın izindən gələn ildən inşallah ki, bütün arılarımı həm yay, həm qış izolyatoruna salmağa qərar verəcəm. İzolyatorun gözəl cəhəti. Bax, burada bizə də şeyə təəssüflər olsun ki, tək tük yığıncaqlarımızda yeni adamlar gəlir, yeni arıçılar gəlir. Həmişə eyni insanlar iştirak edirdi. Daimi buranın eyni adamları biz görmüşük. Tək tük hallarda ayrı-ayrı adamlar. Çalışıb yığışmaq lazımdır, gəlmək lazımdır. Və onların arısı sizin mənim arımdan yaxşıdır. Anam, elə şey, o bir il yaxşı ola bilər, 2-ci il yaxşı ola bilər. O daimi davam edə bilir. Pazar var burada. Bizdə o ana arısı bilirsiniz nədir? Bu bilmirəm, elə ki oldu, amma deyirəm, onlar sözüm olmaz, olmaz. Amma deməli, bu xırda bu üsürlər var, bilərzik. O Fəzar mənim ondan istifadə edib ki, bilərzikdən. Qış üstündə tam... Hə, o yumurtalığa taxırlar. Hə. O da həmin sistemdir. Çox gözəl etmək, amma dost onu sağlıq qayıb çıxardığında çox diqqətli olmalısan ki, aranızda... Vüqar müəllim, o üskləri mən gətirdiyim şəxsən, məndə var. Gətirdim, ondan mən istifadə eləmədim, nəyə görə? Yəni, o üskləri taxmaq biraz hasaddır. Birincisi, gərək o ələ əsən adam olmasın. Təcrübəsi biraz olan adam olsun. Bir də ki, o üyüsü taxanda taxmaq hasaddır. Biraz çıxardanda çətinlik verir. Əsas məqsədimiz də nədir? İndi kim istəyir üyüsükdə saxlar. Əsas odur ki, qışda bala qoymanın qarşısını almaq lazımdır. Həm bu tropiyə görə, həm varoya görə, həm xəstəliklərə görə. Bu indi xəyalların izolyatörlər, xəyal izolyatörlər, bu güzel sonda bu işlətdiyimizdə düzəltmişəm Allah köməyinizin çox arıcının dadını çatdırmış köməyinizə çatdırdı, sağ olun. Amma xəc məsələsində biraz arıcının hamı gücü çatdırır. Bir nəfər, 5 nəfər, 10 nəfər edir. 2 dəqiqə. Xərc məsələsini heç kim araya soxmasın, qardaşlar. Mənim üçün eləmir heç kim, ya Füzuli müəllim üçün. Qardaş, bir paska sigaret 5 manat verə bilirsən, 5 manat verib izolyator ala bilmirsən, eləmi? O söhbəti yığışdır. Həmin o kəmərə salınmış analar var. Verirsən, ömrünün axırına qədər onu sən işlədəcəksən o izolyatorda. Amma sigareti 1 saatdan sonra qutarır. O kəmərə salınmış ananın bir sezonda bir 5 dənəsini öldürsə, düzəldəcəyi izolyatoru örtəcək. Doktor indi baxır, məsələsinə yaxşı oxumur. Yəni, indi burada peşəkar arıçılar maşallah olsun. Hər bir canlıda stres faktoru yüksək faktordur. Yəni, arılarda da hər bir canlıda stres var. Bu ana arının belinə üskü, bu xımar qəfəsinə salanda ana arı da sərbəst hərəkət edir. Bunun bu belinə üskü ki, taxılır. Bura həmən adam, məsələn, ananın ömrü bəlkə 2 il idisə, məhsul verir. Bu 1 ilə düşünür ki, bu stres daşımır. Daşlayar. Ananın belində bu yükü hərliyirsə. Fariz müəllim, bilirsiniz nə tərdir? Stres faktoru yaradır. Arıçı var, qapısında. Qardaş, arıçı var, həyətində 5 ildə, 6 ildə arı var, yeşik var. Hələ ananı tanımır. Sən onu tutub o üsü ora taxmaq, kim taxacaq onu? Bir də Fariz müəllim. Ay Fariz müəllim, bir şey var, adicə görürsünüzmü? Bax, anam mayalanıb gələndən sonra onun başına nömrə vurulur. Adi o da ona yük sayılır. Yəni, o kim istəsə vacib deyil, istifadə eləyə bilər. Amma fakt o üyüsü hər adam qəfəsdir, bir dəfən hazırlayırsan, bu saat bir 30 il gedər. Təzə nəsə çıxmasa ona qədər istifadə elə. Bir dəfən hazırlayırsan. Amma o kalso ki var, onu hər adam salamır. Nə də ki, onu çıxardandan sonra onun görsənəcək ana dəyişməsi və yaxud da... Quyruğun üstünü kapron kalso tutur da bu formada. Qardaş, bu klubun içində istəyir evdə qalmalıdır. Bu kapron kalso ananın yumurtalığını orada soyuq saxlayır. Kaprondur bu. Soyuqsa, niyə? Yad cisimdir da onun belində. Hazır izolyator gül kimi durur da qardaş. Bu sınaqdan keçib də özə bir ilin artısı da ananı tanıdı sonra sala biləcək. O çıxartmaq
Mən ilk dəfə izolyatoru sırf məhsul üçün istifadə eləmişik ki, heç gənə ağlımıza gəlmir. Demişik ki, məhsul olsun. Sonra görmüşük, gənə də qutardı, şeydə qurtardı, xəstəlik də qurtardı, ana sərahət elədi, paizə qəşək yumurta səpdi. Qardaş, hər şeydən, yəni bu izolyator elə bir şeydir ki, arısının sistemini fəaliyyətə salan bir şeydir. Yəni bunu istifadə eləmək lazım. Burada bir dəfə düzəltdirirsən bir izolyatoru, o arı ailəsində ömrün axına kimi istifadə edirsən. Yəni buxarı formunu ilk var. Bu yayda istifadə edildiğimiz Həmin izolyatorlar qışda istifadə edəndə deyirlər ki, qışda ana arı biraz nəzikləsin. Bundan çıxıb içəri. Həmin ana keçməzləri istehsal fərqi var. Ölçülər var. 3.9-4 elektron işdən yerindən ölçün. 3.9-4 olanlardan heç vaxt çıxmır. Amma 4-dən yuxarı 4.1, 4.2 olanlardan çıxır. Niyə? Ana keçməz kimi çıxmır, keçmir o yuxarı. Çünki ana keçməz üçün istifadə edəndə yuxarı çıxmır, aşağıda ondan ramka var. Ana üçün hər yerdən. Yəni ora dirənib yuxarı çıxmağa çalışmır. Aşağıda ondan ramka var. Həm də ki yumurta atan ana böyük olur. Yaz vaxtı yumurtanın o gür vaxtı ananı yumurtadan dayandırırsan, bu məcbur olur. Yumurtalıq yığışanda çıxıb yumurtamağa yerlər, variantları yoxlur, hər yerdən keçməyə çalışır. Ona görə çıxa bilir. Yəni 4.2 yana keçməz kimi istifadə edəcəksən, çıxmayacaq yuxarı. İzolyator kimi istifadə edə bilməyəcəksən. Bir də bir şey qeyd edeyim. Bunları da yoxlamaq lazımdır. Qardaş, bax mən sizə bir şey deyim. Hansının üstünə? Mən sizə bir şey deyim. Hansının üstünə? Hə. Çıxmasına səbəb olur ki, ana izolyatorda qalanda nisbətən kiçidir. Yumurtalıq yığışır. Şax dağının istehsalı olan ana keçməzlərdən ana çıxmır. O vaxt çıxır ki, ya ana ölçüsündən xırdadır və yaxud da ki, onu düzəldəndə o atılan skopları çəpəki atmaq lazımdır. Skop düz atılanda deformasiya elətdirir o aralıqları. Bax, o yerlərdən çıxır. Ona görə də çəpəki, böyrü üstə atmaq lazımdır ki, o qəfəsin gözlərinin bir-birindən aralıq deformasiya elətdirməsin. Rus istehsalı ana keçməzlərdən ana keçir. Yəni, bizim respublikamızda əlimizdə olan İranın ana keçməzləri var. Onlarda da ölçü 3.9 neçə mikrondur. Şax dağınkında da 3.9 neçə mikrondur. Harasa 4-ə yaxındır belə. Bunlardan çıxmır. Amma qalan, məsələn, Türkiyəninkindən hamısından çıxıb. Yoxlanılıb çıxıb. Ondan sonra bir də bilməm hara istehsalı idi, xırda gözlü. Hə, yəni onlardan çıxır. Yay dönəmində ana arı yumurta səpdiyinə görə, şişin olduğuna görə keçəmir, amma qışda qəfəsə salınandan bir neçə gün sonra baxsan ki, çıxıb yenə gəzir. Bir də bu qəfəsdə mən nəyi gördüm? 2021-ci il idi məncə. Kütləvi Lətf müəllim də Gəncədə keçirilən Elxan müəllim tədbir keçirdi, neçə günlük. Bəli, gəldi orada da oteldə də qaldınız. Bu ifliş xəstəliyi Respublikanın başına alıb getmişdi. Elə həmin o mini konfrans da ona görə təşkil olundu. Bunun səbəbi nə idi? Qış həddindən artıq isti keçdi və bir moda düşmüşdü soya ununla çiçək tozu əvəzi çölə qoyub arılara daşıtdırmaq. Burada həmin o soya unu 2 dənə problem yaşatdı. Birincisi çölə qoyulur. Bu bəzi yoldaşlar yazıda bir də görürsünüz çöldən yemləmə eləyir, çöldən çiçək tozu verir. Bu qətiyyən düzgün olmayan bir şeydir. Əgər böyürdə hər hansı bir xəstə arı varsa da, hər ikisi gəlir orada eyni qabın içində çiçək tozu olsun və yaxud da soya unu olsun. Orada bir-birinə bulaşır, bu yayılır. Bu bir. İkinci, soya ununun tərkibində çiçək tozuya uyğun olan bir yem yoxdur. Sadəcə alıcı bir şeydir. Arı çiçək tozu olmayanda ayrı görüyor, heyvan yemləri satılan yerdə gedir, qardal ununa da özünü bulaşdırır, çiçək tozu əvəz aparır. Yəni proteini olmadığı üçün arı, o yetişən balalar da hamısı immuniteti zəif varlar olur və tez də bu xəstəliklərə yoluxur. Qəfəsdə olan ana qəfəslər isə də arı
o qədər də yəni gedib qeyri çiçək tozu olan bir şeylərə meyilli olmur. Su dalından getmir. Və yetişdirilən balaları da bilirik ki, öz bədən proteini nəticəsində yetişdirir həmin o balaları. Ona görə də qoca arıların ömrü qısalır, bədən yağı tez qutarır, ömrü qısalır. Yetişdirilən o cavan arılar da immuniteti olmur. Çünki yəni verilən ona o yem onun tam çiçək tozundan hazırlanmış bir qida kimi deyil. O bədən proteinindən istifadə edir ya bədən yağından istifadə edir. Orada zəiflik olur. Ona görə də tez bazar həmin o ailələr çökür. İndi Xəyal müəllim deyə biraz tez buraxardım. Onu da yəni yoxlamaq lazım. Məncə İtalyan arısını tez buraxmaq daha vaxtında buraxsın nəinki. Çünki çiçək tozu gələndə çöldən çiçək tozu gələndə ana arıları, yəni əgər kimsə tez buraxmaq istəyirsə, buraxsa o olar. Amma çiçək tozu gəlmir. Ananı buraxanda avtomatik orada bala yetişdirmə başlayacaq. Yenə Bir şey də var. Bir şey də deyim. Qapıda bu illəri məsəl üçün həyatınızda arı artırırsınız da 3 ramka, 4 ramkalıq arıları bölüb artırırsınız. Bir ay yarım və belə deyək, avqustun əvvəlinə qədər onu yumurtamağı bəs edir. May ayında bölgün eləyirsən, may, iyun, iyul. 3 aydan yumurtaması bəsdir. 3 aydan sonra bir dəfə izolyatora salın, 25 gün saxlayın, tam balasız devir yaradın, bir dəfə dərmanlama eləyin, gənədən azad eləyin, ondan sonra açın yenə payıza qoy bir payıza sərsin. Yəni burada məqsəd odur ki, balasız devir yaransın, yoxsa sən orada balalı devirdə istəyirsən 20 dəfə dərman vurduğuna, sən vuracaqsan gənə inkişaf edir, sən vurursan çalışıb balasız devir yaradıb dərmanlama eləmək lazımdır ki, arı təmizlənsin. Xəyal müəllim. Gələn həyətdə qalan arılar sentyabrdan sonra Müəllim, dağ bu bütün respublikaya aid deyil. Bu aran zonası üçün. Harda məsələn sizdə Gədəbəydə, Daşkəsəndə bu təbii izolyator sizdə var. İqlimlə əlaqəli olaraq arı bala yetişdirməni dayandırır. Çöldən çiçək tozu gəlmir. Amma aranda çiçək tozu dayanmır, gəlir. Müəllim, bir sual verim sizə. Sizin arılar Gədəbəydədir? Yox, hal-hazırda ümumiyyətlə burada. Yəni, bax, yumurtadan dayanmışdı deyirsiniz, yerli sortdu mu arılar? Yox, sortlar Sizin sortda var da? Üstün izolyasyon. Fərqi yoxdur, yerli. Birincisi, çalışın, yerli sortlardan yavaş-yavaş keçmək lazımdır cinsə sorta. Yəni, məhsuldarlıq lazımdır. Yekunda hamıya bal lazımdır. Xəyal müəllim. Mən bu 5 dəqiqə vaxtımız var. Yəni çıxışımızı yekunlaşdıraq. Yəni sözünüz nəsə? Bir dənə mənim bir yəni qəfəs haqqında bir deyim. 150 arıdan, 150 arıdan hardasa bir 10 dənə itkim oldu. O itki də yəni qəfəsli olan bir şey deyildi. Oradan biri safana oldu. Safanada nəyə görə? Qəfəsin ağzını açdım, qoydum ki çıxsın. Dedim gətirin bunu, birazdan sonra dedim ki gətirin ballı ramka qoyun böyrünə, bir də açmayayım. Ramkanı açıb, həmin o balsız ramkanı götürüb, yerinə ballı ramka verəndə gördüm ana qapağın üstündə belə gəzir. Özü suyunu mayalanmaydı. Götürdüm ki bunu götürəm qoyam ramkanın üstünə, əlimdən düşdü pola. Pola düşən kimi dərhal o poldakı tarlaçı arı onu sancdı. Onu əyilib götürə də bilmədim, sancdı. Bunu mən bir dəfə də demişdim, qəfəsin ağzı açıldı, əl vurmaq lazım deyil. Bir gün açın, səhəri, birisi günü, ha vaxtsa götürün, qoy özü çıxsın. Yəni, bax, itkilərin əsas səbəbi o açıq əllə buraxmaqdır. O qətiyyən olmaz. Yəni, kimsə deyə bilər ki, mən 5-ini buraxdım, 10-unu buraxdım, heç bir şey olmadı. O, olmaya bilər, amma fakt safı, bax, gözümün qabağında özə birbaşa o baş hissəsindən saçılır. İynəsi də qaldı orada. Yəni, saf elə getdi, əlimdən düşdü. Göyə qoruduğum idi ki, qəfəsi götürüm, birləşdirim ramkanı, bir də bunu ağzını açıb narahat eləməyim, o getdi elə saf. Yox, təcrübədir. Onsa nə qədər də desək, hər il bir arıçılıq elə bir şeydir ki, heyvandarlıq deyil. Burada iqlimə görə hər iş dəyişir. Kim desə ki, mən arıdan hər şey bilirəm, yalan söhbətdir. Hər iqlimə görə arıda bir şey baş verir.
Buyurun Xəyal müəllim, var nəsə sözünüz var, mən sözümü bitirdim. Kiminsə sualı varsa da Çalışın izolyatordan istifadə edin. Hadisi dövründə arısı nə iş görürlər? Getdi sabah nə iş görür? Neynəsin? Hardan başlasın ki, sezonu insan buraxır? Sual ver, bir dəqiqə imkan verin, sual ver. İyul ayının axırında İyul ayının axırında 20'sindən sonra buradan gedən sağlam abi, yəni ortada yanında qalıb rahat istəyəmişəm. Və məsəl üçün 2 mərtəbəli yeşilli arıza evdə almış arıza gələm. Onda da bu genelde yolu varlar. Gözlə görürdünüz mü arının üstə gələn? O arı qutarıb sönmüş bir arıdır. Ona ne gözlük? İstəyirsən 5 mərtəbə olsun. Arı gələn, arının üstündə görsənirsə gözlə. O arı qutarıb. O arı gelir. 5-10 gələn. o arın üstündə gəzirsə də o 5-10 deyil. Siz 5-10 dənə görə bilərsiniz. Çoxdur. İşlər görməliyik. Bu ay Bu dəqiqə hal-hazırda arıza görüləcək işlər artıq ramkaları çıxardıb 2, 3, 4 ramkada arının hansı gücü çatacağı qədər sıxılaşdırma eləyib yeri istəmək. Bir də konkret yeri olmalıdır, rütubəti yaradır, sil istiliyi yaradır. Bir də bax bu falqazolun metrası 90 qəpik 1 manatdır. Bir dənə 1 metr harca 20 sm falqazoldan 1.20 yox, harca da 1.40-dan 1.60-dan da belə 4 dənə arı üçün qapaq yox, örtük çıxır. Bax o falqazolu götdünüz, bu dəqiqə kim desə ki, mənim arıxanamın hamısı 6 ramkadadır, 7 ramkadadır, deməli o yəni mümkün olan bir şeydir. Bugün respublikada yəni 4-5 ramkanı, 3 ramkanı, 2 ramkanı örtən arılar var. Bunu siz kim yoxlamayıbsa yoxlasın. Falqazolu deyək ki, bax 3 ramkadır da burada. Falqazol salınır, bax bunun böyründən belə, bax belə. Hə. Bu 3 ramkanı götürək də. Bax 3 ramkamız var. Bunu falqazolu götürürük. Baxın, bax bu formada, P şəklində. Belə salınır. Böyründən də buradan yenə o penoplast böyrükləri özü ortaya yığılır arı. Böyrüdən də penoplastlardan o sıxılır. Burada məqsədimiz nədir? Burada yaradılan istilikdir, rütubətdir. Nə edirik, nə varıq, yenə də hardansa çıxır. Bunu belə biz örtəndə burada yaranır parnik effekti. Həmin o bu arı ilə eləmədiyiniz bir digər arıya baxın. Bax bunu etdikdən sonra, falqazola belə pükdükdən sonra. Bir həftədən 10 gündən sonra baxın, bu cıvıldayır burada. Gözəl inkişafa gedir, amma buradakı açırsan ki, klubdadır. Yəni söhbət 20 dərəcədən getmir. 16-17 dərəcədə açın. Bu burada əməli başlı iş görür, ramkanın üstünə mum toxuyub. Bütün ramka boyu arıdır. Amma bu baxırsan ki, açırsan heç arı tərpənmir, biraz da klub fasondur, inkişaf da zəifdir. Ramkaların artdıqca burası da yüksəldikcə nə vaxta qədər o fazla? Qardaş, ümumiyyətlə O 3 ramka, 4 ramka salıbsınız. Polnu, axıra qədər, qurt səthəyə qədər ramka verməyir. Biraz ramka, qurdun əhatəsi biraz genişlənən ki, marısılar götürür ramka əlavə edir. Qoyun tam ona kimi temperatur düzəlir. Verəndə də bildir. Gördünüz ki, bal ehtiyatıdır, qabaqda və yaxud da qurtur. Bir dənəsini qoyursan, o bir dənə ilə bilirsən ki, arının tələbatı nəyədir? Həmin bir ramka ilə yoxluysan ki, onun tələbatı. Bir də bax burada Xəyal müəllim dediyi kimi eləyəndə bala yetişdirmə gedir, yem sərfiyyatı olur.
Bunun qarşısını almaq üçün bax deyək ki, bu penoplastın bu üzünə ballı ramka qoyulur. Mən məsəl üçün yoxlamaq üçün penoplastın böğrünə yox, bu falqazol ki var, falqazolun böğrünə, bu isti günlərdə bir neçə gündə, falqazolun böğrünə qoydum, dedim görüm nə effekt verir. Falqazolun çöl tərəfinə verdim, həmin ramkanı daşıdılar hamısını. Bax, bir dənə incəliyə diqqət eləmək lazımdır. Arını sıxılaşdırdıq, 3 ramkaya, 4 ramkaya da yerini bağladıq, istiliyini verdik. Qardaş, hamı fikirləşir ki, arıya şərbət verim, şərbət. Oradan o çıxartdığımız ramkalar var, artıq ramkalar. O mümkün deyil ki, onun üstündə bir kusok mu, palasa mı, bal olmasın. Onların hamısının üstünü, mən özüm açıram üstünü təmiz vilkayla, qoyuram o kapının 8 ramkalıqlar var, qablar daşınma üçün ramkalar. Onun içinə, axşam evdə oturanda rahat açır, yığıram ora, təmiz süzülür, axan axır. Nəyə görə? Biz onu promoya açıb versək günüzü, balın iyisinə baskın gəlir. Amma burada axır, tökülür, rahatlanır, iyisi qoxusu. Hədə lazım olan axır, üstündə qalan. Onu gətirirsiniz, o böyürdə boş qalan yer var, belə ara kəsmədən sonra. Daha sonra arının keçidi olsun da. Ora bircə dənəsini verirsiniz hər arıya. İnanın ki, arı var bir günə, səhər baxanda görürsən, onu daşı da pardı lazım olan yerə. Bir də yəni baskın olmur, rahatçılıq olur. Elə bir o bir ramka, başında bir belə palasalı balı verməyin, elə bir onun 3 litr şərbət verir. Bir də yoldaşlar, Ukrayna istehsalı, bax belə tağlaqlar satılır. Hazır. Ukraynada biri var, türkünkü plasmasdır. Bax bu iğnələr ki var, bu iğnələr türklərdən gələnlərdə plasmasdır, plastikdir. Ukrayna istehsalında bunlar mismardır. Nazik əhqab mismarı olur. Onun için başı kəsilmiş tağlaqdır. Bizə dəfən belə indi Xəyal müəllimdə məsələn şərait var. Qapısının ağzıdır, onu eləyir. Deyə arı qıraqdadır, onu eləmək olmur. Bizə dəfən bunu bax belə çəkirsən ramkanın üstünə möhürü yerə, deşə-deşə gedir. Gələn səfər gəl bax, nə axma verir o? Gələn səfər gəl bax. Katoku mu? Hə. O başqa şey. Hə, gələn səfər gəlib baxanda görərsən, deyək ki, rasplotlu ramkadır da, balalı ramkadır. Başında da belə kəmər var. İndi biz istəyirik ki, o köhnə ballar hamısı rasxoda geçsin ki, gələn o nektar gəlimində içində köhnə bal qalmasın da, rasxoda geçsin. O nə qədər var, həmin ramkaları bunu çəkin, tərtəmiz təmizləyəcək, həm inkişafa gedəcək, həm onun içində o köhnə bal qalmayacaq. Deyək ki, bir damcı, içində bir balaca möhürün altında xarlanmış bal qalıbdır, arı gətdi, yığdı, balı süzdün, deyirsən ki, bu nətər oldu, süzdüyü ilə bal xarladı. Bax o, elə bil südə çalası vurduğun kimi bir şeydir. Bal maşını da hərləyir. Mənim, adınız nə oldu? Bir sual, birinci dəfədir görürəm də sizi bu yığıncaqlarda. Bir dəfə telefonla danışmışam. Hə, yox, nəyə görə sual verirəm? Neçə ildə arı saxlayırsınız? 4 ildir. Siz onu nə səldə elədiniz, nə büyün burada örgəndiniz? Mən sizin yox, mən nəyə gətirdim sözü? Çalışın, hər gələndə hər özüylə bir-iki təzarçı gətirsin. Bəhrələnsin, burada örgənsin. Bu səs gelir. Mən Allah'ın şeyini yoruldular. Çox reklam gelir. Sirkəli, sarımsaqlı, müəyyən qatçılar, yox ekstra. Qardaş, mən şəxsən olan istifadə eləmirəm. Çoxu dərlənəsiz. Mən olan heç birini istifadə eləmirəm. Əgər istifadə eləsəniz də bir dəfə eləyin. Məsəl üçün sarımsaq mı verirsiniz? Bir dəfə. Onu da normativlə qatın, normativlə verin ki, götürsün onu istifadə eləsin, depolamasın ora. Ora depolamasın. Mütləq bir dəfə, yəni artıq istifadə eləməyin. Şirəni yenə deyirəm, o sizin çöldə təbiətə baxır, uçuş temperatura baxır. Yəni sərbəst uçuş varsa, arı bağırsağını boşalda bilirsə,
problem yoxdur, elə günü səhərdən başlayın. Onun heç bir problem yoxdur. Bir də yenə deyirəm, şiriyə nə formada başlamaq lazımdır? Arıçılar yeşikdən xəbəri yoxdur. Gəlir eləcə deyir ki, ha vaxtdan şirə verək. Qardaş, o sual bilsəm düzgün sual deyil. Sən baxmalısan arının içinə. Əgər arında bir belə yerdə ağzı bağlı süfrə başlayıbsa və yaxud təzə başlayıbsa, yeşiyin də içi dolu baldısa, sən ehtiyac yoxdur. Tam qoy o balı işlətsin, balasını artırsın qutarına qədər. Yox, görürsən, əməlli başlı yumurta var, bal da gedir, siqnal verir, bal yoxdur. Yəni arıçı özü tənzimləməlidir onu. Mən sənin yeşiyindən xəbərim yoxdur. İndi siz deyirsiniz, nə vaxt başlayayım? Şərt bir yeşiklə də işi düzəltmək olmur. Yəni bütün bir dəfə baxış keçirməlisən, işarələməlisən. Bu yeşiyin yeməyə ehtiyacı var. Bu yeşiyin balı çoxdur. Bunun məsəl üçün anası problemlidir. Hamısını yaz baxışı bir dəfə keçirib qeydiyyat aparmalısan. Əlbəttə. Müəllim, bilirsiniz nə tərdir? Qışdır, hava soyuqdur. Heç arının içi, evin içi. Hava soyuqdur. Biri var, evdə həftədə bir dəfə 3 kilo ət alasan, evdə bozartma pişə, nəlim kiftə pişə, dolma pişə, hər gün evdə bir qəşək yararı yemək. Bir də var, məcburiyyətdən su pişirəcəksən, verməşil supu pişirəcəksən, nəlim pişir, hasınla yaz adam yaxşı çıxar. O pesoqdur, şirədir, nəlim kandidir, nəlim müəyyən qidalardır. Onlar arajından ölməmək üçündür. Yəni, qış vaxtı arı şərbəti götürə bilmir. Məcbursan, klubu dağıtmırsan, üstünə bir kandi qoyursa, fondon şəkər, məsəl üçün, bu dəqiqə ən yaxşısıdır, ajarı üçün, soyuq vəziyyətdə. Çünki fondon şəkərin tərkibi yüngüldür. Kandidən də onu daha yaxşı qəbul edir. Bəli, bəli. Falgazoldan danışır, gördüm yoldaş. Apar, bax, falgazol budur, 0,5'dir. Əla. Tam temperatur saxlamaq üçün. Bəli, bəli, üçlük. Yəni burada nəzik lazımdır. Yerə bunların adı nədir? Onun adı bunlar? Yox, yox, bu izolyasiya. Siz dediniz, damlatanda yoğunlamış. İzolyasiya. Yəni nazik olmağa yaxşı şey var. Bir-iki dənə çək, belə. Ayıb sormalım. Onu Şu tərəf qoyun, sən tərəf qoysan yiyəcək. Araya tərəf qoyun, araya tərəfi araya çıxır. Zülməlim, onun o gözəl şeydir. Prosto bir məsələ var. Arıçı, hər arıçı ona getmir. Heç kim onu almaq istəmir. Heç kim onu almaq istəmir. Ən azından öz üstünün döşəkçəsini də salafanını mı, dəsmalını mı, meşoyunun belə eləsin də. Bir temperatur orada rütubət yaratmaq üçün. Beşinə sağ olun. Sağ olun. Təşəkkürlər. Sağ olun. Dəyərli arıçılar, istəkli izləyicilər, hər birinizə təşəkkür edirik. Sağ olun ki, qiymətli vaxtınızı ayırdınız. Bizi seyr elədiniz, bizi dinlədiniz. Təşəkkürlər.